İlk çəkimimizə başlayaq. Əvvəlcə çəkimə başlamadan öncə ekranı ikiyə necə ayıra bilərsiniz, onu göstərəcəm sizə. Məsələn, belə bir şəkliniz var. Bu şəkli götürüb sola doğru sürüşdürürsünüz. Və bu şəkildə solda bizim şəklimiz olur. Daha sonra buradan isə SolidWorks-ü seçirsiniz. SolidWorks-ü seçdiyiniz zaman ekran ikiyə bölünür. Ortadan istədiyiniz kimi kiçildə bilirsiniz bunu. Bu şəkildə biraz daha kiçildə hətta. Bu şəkildə oldu, bəsdir. Burada uzaqlaşdırıb yaxınlaşdıra bilirsiniz. Burada da SolidWorks-ünüz açıq formada olur. Biz hal-hazırda Sketch-dəyirik, Sketch-i bağladım. Yenidən göstərim Sketch-ə girməni. Sketch-ə girmənin ikinci üsulu isə top plane-ə klik elədiyiniz zaman bir də bu Sketch-ə getməyinizə ehtiyac yoxdur. Top plane-ə klik eləyib buradan da gəlib Sketch aça bilirsiniz. Buradan Sketch-i açıram və artıq burada gördüyümüz fiquru çəkə bilərəm. Burada sadəcə line-dan istifadə edəcəyik. Modelimizdə də gördüyümüz kimi. Dediyim kimi, ilkin qayda olaraq bunu yaddan çıxarmayın. Bir fiqurumuzun ən az 2 ölçüsü olur. Bir özünün 2 də location ölçüləri olur. Yəni location ölçüləri 1 olaraq götürülür və özünün ölçüləri də 1 olaraq götürülür. Onun üçün hər zaman bizim fiqurlarımız fully defined olmalıdır. Fully defined olmağında mavidən qaraya keçməyindən bilirik. Yəni mavidən qaraya keçib fully defined olmalıdır hər zaman. Line-ı seçirəm. Origin'dan başlayıram. Origin'dan başlamalıyam ki, Origin'dan ölçü verməyimə ehtiyac olmasın. Yəni siz də başladığınız zaman mən sizin üçün Origin nöqtələri eləyəcəm ilkin olaraq. Hardan başlamağınız uyğun olar deyə. Məsələn, burada Origin'ı buradan qoymağınız daha məntiqli olar. Onu düşünərək mən də Origin'ı bura qoyub və modelimi də buradan çəkməyə başlayıram. Line-dan klik edirəm Origin'ıma. Daha sonra yuxarı getdiyim zaman gördüyünüz kimi əgər vertikal olaraq line-ı gətirsəm maqnet kimi çəkir və sağında kiçik bir ikon olaraq vertikallığı göstərən sarı işarə gəlir. Məsələn, hal-hazırda biraz bucaq altında eləyirəm. Vertikallığı göstərmir. Vertikallığa yaxınlaşdıqca maqnet kimi çəkir və sarı işarəni göstərir. Və ya horizontallıq. Horizontallığa yaxınlaşdıqca maqnet kimi çəkir və sarı işarə olur. Sizdən istəyəcəyim heç bir ölçü vermədən sadəcə bu fiquru bənzətməkdir. Başqa heç nə deyil. Bu fiquru necə bənzədə bilərik? Əvvəlcə line-ımız yuxarı gedir. Sonra sağa gedir. Gördüyünüz kimi sarı işarələr çıxır. Bizim horizontallıq və vertikallığımızı göstərmək üçün. Yaxınlaşdıqca maqnet kimi çəkir. Sağa gedirik. Aşağı düşürük. Yenə sağa gedirik. Aşağı düşürük. Və məsələn, burada aşağı düşürüksə buradan gətirib line-ı Origin'a birləşdirin. Daha sonra eski basıb çıxın line komutundan. Daha sonra bu line-a, burada gördüyünüz line-ların hamısının yanında horizontallıq, vertikallıq işarələri var. Amma bu line-ımızda horizontallıq işarəsi yoxdur. Amma bura baxdığımız zaman bu line-ın horizontal olduğunu biz buradan rahatlıqla görə bilirik. O zaman nə etmək lazımdır? Line-a bir dəfə klik edin. Daha sonra solda bir pəncərə açılır. Və bunu horizontal eləmək istəyirik və bold formasında da bunun horizontal eləmə gərəkdiyini, məntiqli olduğunu göstərirsiniz zaten. Yəni sizin sadəcə gəlib burada horizontallığa klik eləməyiniz olacaq və avtomatik olaraq bu da horizontal olacaq. Fiquru bənzətdiyiniz zaman iş bitmişdir. Daha sonra Smart Dimension'dan istifadə edib ölçüləri verəcəksiniz. Vəssalam. Smart Dimension'a keçid edirəm. Buradakı 70 ölçüsünü 2 olaraq girirəm. Line-a klik eləyib bu şəkildə ölçü çıxarda bilirsiniz. Eski basıram. Yəni Smart Dimension'dan hal-hazırda hələ də. Və ya 2 dənə line arasına klik eləyib, məsələn, bu line-dan bu line-a qədər. Bu şəkildə də çıxarda bilirsiniz. Və ya, məsələn, gələk bunu da silək. Bu da lazım deyil deyək ki bizə. Gəlirik Smart Dimension'a yenidən. Bu nöqtə ilə bu nöqtəni seçib, məsələn, bu nöqtə ilə bu nöqtəni seçsəm, yenə eyni funksiyanı daşıyır. Yəni 3 cür Smart Dimension'ı verə bilirsiniz rahatlıqla. Mənim məsləhət gördüyüm Pramoid line-a seçib bu şəkildə ölçüləndirməni verməyiniz olacaq. Yenə Smart Dimension'dayıq. Smart Dimension'da olub-olmamağımızı göstərən ikon mouse'un biraz sağında balaca bir Smart Dimension ikonu var və ya bu da kölgəli formadadır Smart Dimension məsələn burada. Bir dəfə klik eləsək o ikon da gedir, bu kölgəli formada gedir. Bir dəfə də klik elədiyimiz zaman Smart Dimension'a giriş eləyirik.
Bu şəkildə line-a klik eləyirəm. Daha sonra ölçüsünü verirəm. Bir dəfə də klik eləyirəm. 70 ölçüsünü verirəm. Daha sonra yuxarıda 60 ölçüsü var. Bu şəkildə. Gördüyünüz kimi bu ölçüləri verdiyim üçün bu xəttləri hərəkət elətdirəmirəm. Tutub çəkirəm, hərəkət elətdirəmirəm. Məsələn, bunun ölçüsünü verməmişəm, bu xətt hərəkət eləyir. Çünki bunun vertikallıq ölçüsü yoxdur, horizontallıq ölçüsü də yoxdur. Məsələn, gördüyümüz kimi. Ölçüləri verdikdən sonra hansı vəziyyətə gələcəyini göstərəcəm sizə. Yenə Smart Dimension'a keçid edirik. Bu line-ın ölçüsünü veririk. 40 ölçüsü bu şəkildə. Daha sonra bu line-ın ölçüsü. Buradan da yenə 40 ölçüsünü veririk. Daha sonra bütün ölçülərimiz tamamlandı və fully defined oldu. Bunu necə bilirik? Hər şey qara formadadır. Mouse'un topu ilə yaxınlaşdırıb uzaqlaşdıra bilərsiniz bu şəkildə bu arada. Bu şəkildə. Əgər mouse'unuz hardadırsa, məsələn, mouse'um mənim hal-hazırda bu nöqtənin üzərindədir. Yaxınlaşdırdığım zaman, üzrü sayın, sadəcə bu nöqtəni yaxınlaşdıracaq mənim üçün. Uzaqlaşdırıram. Daha sonra bu nöqtəyə gedirəm, yaxınlaşdırıram, bu nöqtəni yaxınlaşdırır mənim üçün. Əgər ortaya gəlsəm, ortanı yaxınlaşdıracaq. Bu şəkildə də yaxınlaşdırma funksiyasını görə bilirsiniz rahatlıqla. İndi mən buradan görürəm ki, ölçülərimi vermişəm, amma bu 100 ölçüsü yoxdur. Amma 100 ölçüsü vermədən full defined oldu. Burada səbəb nədir? SolidWorks-ün arxa backgroundunda bu 60 ilə 40'ı toplayıb buranın avtomatik olaraq 100 olduğuna qərar verir onsuz. Yəni buranın 100 olduğunu göstərməyə ehtiyac yoxdur deyir. Onun üçün avtomatik olaraq fully defined edir. Siz istəsəniz Smart Dimension'a keçid edib, gəlib bura klik eləsəniz, gəlib sonra 100 ölçüsünü verə bilərsiniz. Belə bir error verəcək. Əslində bu error deyil. Yəni demək istəyir ki, bu ölçüləndirməni vermirsən, yenidən vermək istəyirsənmi? Sən də OK deyirsən, bütün ölçülərimiz qara rəngdə olduğu təqdirdə bu 100 ölçümüz gri fonda olur. Yəni bu ölçümüzü dəyişə bilmirik. Biz bu sadəcə bizim referans ölçümüz olur. Məsələn, 2 dəfə klik eləyirəm və heç cür dəyişməyimə icazə vermir. Amma əgər gəlsəm 60'a 2 dəfə klik eləsəm və 60'ı dəyişmək istəsəm, dəyişirəm rahatlıqla. Məsələn, bunu 70'ə çəksək, OK vurduğumuz zaman 100 avtomatik olaraq 110'a çevriləcək. 70 ilə 40'ı toplayıb 110 yazacaq avtomatik olaraq. OK basıram. Avtomatik olaraq 110'a çevrildi. Məsələn, bu nəyə lazımdır? Bunun lazım olduğu hissələr əgər buradakı ölçü ilə buradakı ölçünü toplamaq, yəni biraz vaxt alırsa və ya toplamağını istəmirsinizsə, biraz daha rahat olmağını istəyirsinizsə, bu ölçünü bura qoyursunuz. Daha sonra məsələn, bu 70 ölçüsü olsun 70.7 olsun məsələn. Bu 40 ölçümüzdə məsələn olsun 40.4. Belə bir ölçü verdiyiniz zaman avtomatik olaraq burada da bizim ölçümüz çıxır. Bu arada sketchdən çıxdım səhvliylə. 2 dəfə boşluğa klik elədim deyə sketchdən çıxır. Sketchə necə girirdi? 2 dəfə klik eləsəm buna avtomatik olaraq sketchə girmiş oluram və ya bağlayıram buradan yenidən. Bura klik eləyirəm. Edit sketch deyirəm. Avtomatik olaraq sketchə yenidən girmiş oluram. Bu şəkildə modelimizi verə bilərik. Yenidən bunları əvvəlki vəziyyətinə qaytaraq. 2 dəfə klik eləyək. 60 ölçüsünü girək və ya bura. 2 dəfə klik eləyək. 40 ölçüsünü girək və əvvəlki vəziyyətinə qayıtsın. İstəsəniz bu ölçünü saxlaya bilərsiniz, istəsəniz silə bilərsiniz. Yenə sketchdən çıxdı. OK. Bu şəkildə. Daha sonra bunu necə save etmək olar? Yəni biz öz kompüterimizə, lokal kompüterə necə save etmək olar onu göstərim sizə. Burada gördüyünüz save düyməsi var. Əgər buna klik eləsəniz avtomatik olaraq save etmək istədiyiniz yerə götürəcək sizi. Məsələn, tutaq ki, desktopa save etmək istəyirsiniz. Desktopa save edə bilərsiniz bu şəkildə. Buradan adını dəyişə bilərsiniz. Tutaq ki, birinci model yazıram. Və bu şəkildə save-ə bastığınız zaman avtomatik olaraq sizin modeliniz save olur. Birinci fiqurun çəkimi bu şəkildə idi. Keçək ikinci fiqura.